Elhamdülillah, Resulullahın qızı, Əmir əl-Mömininin zövcəsi, cənnət cavanlarının anası, xanım Fatimə-i Zəhra haqqında məlumat vermək mənim üçün böyük bir şərəfdir. Onun şəxsiyyəti, elm, ibadət, iffət, cəsarət və itaətin nadir birləşməsidir. Adı Fatimə. Bu adı ona Allah Teala vəhy etmişdir. Fatimə, kəsmək mənasını verən F-T-M kökündən gəlir. Məşhur bir hədisdə Allahın Rəsulu belə buyurur: "Mənim qızımı Fatimə adlandırdılar. Çünki Allah onu və onu sevənləri oddan kəsmiş, uzaq etmişdir." Ən məşhur ləqəbləri Zəhra, parıldayan, nurlu mənasındadır. Yer üzərindəki qadınların ən parlaq ulduzu idi. Bəzi rəvayətlərə görə onun nurundan gecələr işıqlandığı üçün bu ləqəbi almışdır. Bətul, pak, iffətli mənasındadır. Həmişə pak və təmiz olmasına işarədir. Sıddiqə, həqiqəti təsdiq edən, doğru sözlü mənasındadır. Həzrət Xədicədən sonra ilk iman gətirən qadın o olmuşdur. Künyası Ümmül Həsən, Həsənin anası, Ümmül Hüseyn, Hüseynin anası, Ümmü Əbhə, atalarının anası, nəsli onun vasitəsilə davam etdiyi üçün. Həzrət Fatimə, İslam Peyğəmbərinin və Həzrət Xədicənin 4 qızının ən kiçiyidir. Onun doğum tarixi müsəlman alimləri arasında ixtilaflıdır. Ən məşhur rəvayətlərə görə Peyğəmbərlik vəzifəsinin 5-ci ilində 605 Məkkədə dünyaya gəlmişdir. Doğulduğu gün Məkkə müşriklərinin Peyğəmbərə və müsəlmanlara qarşı boykot elan etdiyi çətin bir dövr idi. Anası Həzrət Xədicənin vəfatından sonra hələ uşaq yaşlarında olan Fatimə, atası Rəsulullahın bütün qayğısına qalıb, onun ən böyük dəstəkçisi olmuşdur. Məkkə müşrikləri Peyğəmbəri incidəndə onun qarşısına çıxar, onu müdafiə edərdi. Buna görə də Rəsulullah ona atasının anası deyə xitab edərdi. Əhl-i Beytdəki mövqeyi Həzrət Fatimə, Əhl-i Beytin ən mühüm üzvlərindən biridir. Təthir ayəsi, Əhzab surəsi, 33-cü ayə, onun paklığına birbaşa dəlalət edir. Allah buyurur: "Ey Peyğəmbər ailəsi, həqiqətən Allah sizdən ricsi, hər cür günah və nöqsanı uzaqlaşdırmaq və sizi tamamilə təmiz etmək istəyir." Mübahilə hadisəsində Peyğəmbərin yanında olan 4 nəfərdən biri də öz övladları kimi Həsən və Hüseyn, öz nəfsi kimi isə Əli əleyhissalam və Fatimə idi. Bu, onun Allah yanındakı yüksək mövqeyini göstərir. Həzrət Fatimə hicrətin 2-ci ilində Həzrət Əli əleyhissalam ilə evləndi. Bu evlilik Allahın əmri və Rəsulullahın istəyi ilə baş tutdu. Onların çox sadə və təvazükar bir məhrəlik həyatı oldu. Cəhiziyyəsi bir dəri, bir də yastıq, bir də su qabından ibarət idi. Bu müqəddəs evlilikdən Həzrət Həsən, Həzrət Hüseyn, Zeynəb və Ümmü Gülsum kimi İslam tarixinin ən böyük şəxsiyyətləri dünyaya gəldi. Peyğəmbərin nəsli yalnız Həzrət Fatimənin nəsli ilə davam etmişdir. Həzrət Fatimə atasından elm öyrənmiş, onun hədislərini nəql etmişdir. Onun Müsbəqə-i Zəhra,
adlı məşhur bir hədis məcmuası var. İbadət həyatı misilsiz idi. O qədər namaz qılardı ki, ayaqları şişərdi. Gecələr o qədər dua edər, Allahı zikr edərdi ki, səsi evin hər yerindən eşidilərdi. Rəsulullahın vəfatı Həzrət Fatimə üçün dərin bir kədər və sınaq oldu. O, Peyğəmbərdən sonra baş verən fədak, Peyğəmbərin ona hədiyyə etdiyi bağ işində və xilafət məsələsində haqqını müdafiə etmək üçün cəsarətlə çıxış etdi. Xilafəti ələ keçirənlərə qarşı etirazını bildirmək üçün məscidə gedib məşhur fədaqiyyə xütbəsini oxudu. Bu xütbə elm, bəlağət və həqiqəti ifadə etmək baxımından əşsiz bir əsərdir. Onun haqqı dediyi üçün və uğrunda mübarizə zamanı evinə hücum edildi və qapının onunla divar arasında qalması nəticəsində ağır yaralandı. Bu hadisə onun vəfatının əsas səbəbi oldu. Həzrət Fatimə atası Rəsulullahdan sonra cəmi 95 gün, bəzi rəvayətlərə görə 75 və ya 6 ay yaşadı. Hicrətin 11-ci ilində hələ 18 yaşında ikən vəfat etdi. Vəsiyyətinə əsasən Həzrət Əli əleyhissalam tərəfindən gizli şəkildə dəfn edildi. Onun məzarının dəqiq yeri bugün də məlum deyil. Bu, onun ölümündən sonra belə özünə ehtiram göstərməyənlərdən uzaq olmaq istəməsi ilə əlaqədardır. One night, all of humanity suddenly stopped sleeping. No one, anywhere, can fall asleep anymore. For the first 24 hours, everything seems normal. A little tired, a little coffee, nobody cares. But after 48 hours, the mind begins to break. Hallucinations appear. People start talking to things that aren't there. After 72 hours, the body begins to collapse. Cells can't repair themselves. The immune system shuts down. By the 5th day, the world descends into chaos. Crashes, rage, madness. The streets are silent, but dangerous. 2 weeks later, humanity becomes something else. Awake, but no longer truly alive. Xanım Fatimə-i Zəhra yalnız bir qadın deyil, kamilliyə çatmış bir insan, İslamın bütün dəyərlərini özündə cəmləşdirmiş bir şəxsiyyətdir. O, həm bir qız, həm bir həyat yoldaşı, həm bir ana, həm də bir müsəlman qadınının cəmiyyətdəki rolunun ən gözəl nümunəsidir. Onun həyatı sevgi, itaət, müdriklük, mərifət, məzlumiyyət və Allah yolunda mübarizə ilə doludur. Onun xatirəsi milyonlarla müsəlman, xüsusən də şiyələr üçün hər zaman bir ilham mənbəyi olmuşdur. Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Əmir-əl-Möminin zövcəsi! Salam olsun sənə, ey Həsən və Hüseynin anası! Salam olsun sənə, ey məzlumə Fatimə!